Türkiyənin keçmiş Xarici İşlər Naziri Mevlud Çavuşoğlu'nun qardaşı Aydın Çavuşoğlu vəfat edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd eləyək ki, iş adamı Aydın Çavuşoğlu mayın 5-də ofisində güllələnmiş vəziyyətdə tapılmışdı. Xəstəxanaya qaldırılan Çavuşoğlu əməliyyat olunaraq reanimasiyaya yerləşdirilmişdi. Sabirabadda baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Hadisə Sabirabad rayonunun Qaratəpə kəndində baş verib. 3 avtomobilin iştirakı ilə baş verən qəzada 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.